İslamda baxın, kəbin dediyimiz anlayış nətərdir? Peyğəmbərin dövründə Peyğəmbərimiz Peyğəmbərlik gəlməmişdən əvvəl özü Xədicə anamızdan ailə həyatı qurub. Ailə həyatı qurarkən onun kəbinini kim kəsib? Və yaxud da Peyğəmbərimizin digər xanımlarla olan həyat yoldaşlarına ailə həyatı qurarkən onun kəbinini kim kəsmişdir? Yəni İslamdakı kəbin anlayışı bu günlərin bizdə Ədliyyə Nazirliyinə məxsus olan dövlət qeydiyyatında həyata keçirilən zaksdır. Burada qadının haqqı da qorunur, kişinin haqqı da qorunur. Sabıqların boşanma və s. hadisəsi olduğu zaman o insanlar aliment məsələsi də həll olunur, məskən yaşayış qalma məsələsi də həll olunur, ondan sonra əmlak bölgüsü məsələsi də həll olunur, uşaqlarının atada və yaxud da anada qalma məsələsi həll olunur. Dini kəbin anlayışında varmı bunlar? Heç biri yoxdur. Başa düşürəm, kəbin ehtiyac yoxdur sizin. Əgər zaks varsa xeyr, əlbəttə yoxdur. Yəni bu İstəyirəm özüm yox, Şeyh Qamət qardaşımızın elə cavabı, yəni buna yetərlidir. Elə Qamət qardaşın cavabını dinləyin. Şeyh burada kəbin barəsində çox faydalı şeylər gətirir, əlhamdülillah. Onun dediklərinin hər birisi kəbində var. Kəbin, dini kəbin Allahın əmridir. Zaks isə dünyavi qayda qanunudur. Allahın əmri ayrıdır. Allah subhanahu wa ta'ala iki gənc arasında kesilən kəbinə bu ailəyə xeyir, bərəkət qoyur ona. Dinləyin. Saymın, məhkəmə o zaks bilirsiniz ne üçün? Zaks bu, məsələn, ev adına keçirmək üçün, sənəd adına keçirmək üçün hüquq olsun. Amma zaks evlənmək deyil, kəbin deyil o. Kəbin odur ki, qız tərəfindən, oğlan tərəfindən adamlar iştirak edir. Çünki zaksı heç valideynlər xəbəri, heç valideyn olmasa da, oğlanla qız gedir, deyir ki, yəni, bunu keçir mənim adıma. Hətta soyadını da keçirirlər. Bu kəbin deyil axı. Zaks kəbin deyil əslində. Kəbin nədir? Kəbin iki tərəfdən oturulur nümayəndələr. Danışıq gedir orada. Filan kəsə verməyə hazırsan, razısınız. Hə, bu tərəf deyir ki, mən qəbul edirəm. O bir tərəf ki, biz veririk. Hə, sonra orada qızın ən yaxın adamları olur. Ata, əmi, qardaş. Sonra şahidlər olur. Şahidlər o tərəfdən, bu tərəfdən adamlar hamısı buna şahid olur. Sonra həmçinin mehir də təyin olunur. Mehir də mühüm. Yəni qıza mehir verilir. Olan tərəfdən mehir verilir ki, əgər boşanmaq olsa qadın ancaq mehirini götürə bilər. Bu danışıqlardır, bu böyle bir hadisədir. Böyük sazişdir. O zakız oğlanla qız geri belə adını yazdıra bilər. O kəbin deyil axı. O sadəcə sən yaşadığın ölkədə sənət, sünət məsələlərinə görə qol zad çəkməkdir. Aydındır. Lakin bəzi istisnalar ola bilər. Bəli.